Elə çıxır ki, Sevil o qədər mənə qulaq asdı ki, 74-cü ildə işə girən, hələ bir ili tamam olmayan bir qız, heç yerdə ağzını açıb bir kəlmə söz oxumayan bir qız, birinci dəfə Vaqif Mustafazadənin ansamblində ağzını açan bir qız, o qədər mənə qulaq asdı ki, ustadlığımı götürdü, səs tembrimi götürdü, söz tələffüsümü götürdü və obraz anlayışımı götürdü və axırda da mən oldu. Biz sırf o mahnıya gələndə, ifaya gələndə, o mahnının ifasına gələndə, mən deməli dünən də qulaq astım. Yəni mən sizə tam səmimi düşündüyümü deyim ki, heç bir təzə mübahisələrə yol açmadan, orada çox kiçik bir mahnıdır o. Amma kiçik olsa da orada ifası üçün kifayət qədər ustalıq tələb edən məqamlar var. Orada elə xırdaqlar var ki, mənə gəlir ki, onları ancaq Flora xanım eləyə bilər. Yəni mən belə düşünürəm. Yəni. Və yenə yəni, hər halda bu sual açıq qalmasın, bəlkə də orada hansısa fraqment ifa olunub başqa məsələn. Bəlkə də ola bilər. Mən onu bir mənalı hökm verə bilmərəm. Amma yenə deyirəm ki, orada o kiçik manada elə məqamlar var ki, o məqamları, o xırdalıqlarla da Flora xanım eləyə bilər. Mən qoymaram ki, məsələ bir mahnıda deyil. Məsələ bir Tıq-Tıq xanımın 3 saniyəsində, 5 dəqiqəsində deyil. Burada mənim mənəviyyətim tapdalanır, mənim doğru sözüm tapdalanır, mənim şəxsiyyətim tapdalanır, qızım. Və bir müğənni kimi mənliyim tapdalanır. Mən heç kimin varlığına göz tikib onu mənimsəməmişəm. İstənilən halda düşünürük ki, bu məsələdə yeganə çıxış yolu yalnız səslərin ekspertizaya göndərilməsi və aydınlaşdırılması ilə keçmişin əsl üzünü açmaq mümkün ola bilər. Nokia'dan Asha QWERTY telefonları. Qaydasız ünsiyyət. Nokia 200 300. Ölkəmiz Avroviziya müsabiqəsində ev sahibliyi etdikdən sonra məşhurluğu 1-ə 5 artdı. Lakin Azərbaycan dünyada bu hadisəyə qədər də tanınırdı. Daha doğrusu onu tanıdan insanlar var idi. Bugün biz həmin insanlardan bəzilərindən danışacağıq. Əslində Azərbaycan mədəniyyətinin və musiqisinin dünyada məşhurluğu klassik musiqimizdə də geniş şəkildə yayılıb. Bunu Üzeyir Hacıbəylidən tutmuş Bülbülə qədər və ondan sonra da olan bəzi müğənnilərə şamil etmək olar. Amma bugün biz caz, estrada və xalq musiqimizi dünyaya tanıdanlara nəzər salacağıq. Bir qayda olaraq Sovet dövründə həmyerlilərimiz Azərbaycanın hüdudlarından kənara çıxa bilmirdilər. Əlbəttə ki, qastrol səfərləri az-az olsa da, bu bəzi müğənnilərə qismət olurdu. Əsasən də sənət adamları keçmiş sosialist və kapitalist respublikaların sərhəddindən kənara çıxa bilmirdilər. Amma bəzi müğənnilərimiz üçün bu istisna idi.